Deməli, Passat B7 modeli sürən sürücülərin əksəriyyəti bilir ki, bu motorlarda yağ yemə problemi olur. Yaxın müştərimizin istəyinə görə bu problemlə bağlı bir prosedur icra eləyəcəyik. Diqqətlə baxın. Əgər motorda əlavə problem yoxdursa, yağ yemə probleminin səbəbi yapışmış kolçadırsa, bu gördüyünüz Lavr firmasının xüsusi köpüyü işimizə yararlı ola bilər. Bu köpükdən necə istifadə olunur, hansı hallarda istifadə olunur, ətraflı izah eləyəcəm. İstədiyimiz effekti alsaq, bununla bağlı yaxın zamanda sizə məlumat verəcəm. İlk növbədə işimizə sveçaları açmaqla başlayırıq. Sveçaları açandan sonra həmin köpüyü silindirlərə əlavə edirik. Onu da qeyd edeyim ki, bu işi görəndə maşında suyun temperaturu 55-60 dərəcə olmalıdır. Yəni buna diqqət eləmək lazımdır. Ümumiyyətlə yağ yeyən motorlarda sveçalar vaxtından tez sıradan çıxır. Sveçaların ağzına diqqət eləsəz yığılan ərpi görərsiniz. Bu da benzin sərfiyyatında böyük rol oynayır. Köpüyü hər silindirə əlavə edirik. Yarım saat gözləyirik. Yarım saat ərzində reaksiya gedir. Həmin kirəclər təmizlənir. Gördüyünüz kimi bax belə reaksiya gedir. Daha sonra reaksiya zamanı yığılan çirklərin çölə çıxması üçün bax belə bu vəziyyətdə, boş vəziyyətdə qanyat edirik. Bu prosedurun ikinci mərhələsidir. Yarım saatdan sonra çirklər çölə çıxır. Yenə də köpüyü silindirə əlavə edirik. Gördüyünüz reaksiya gedir. Təkrar təmizlik işləri görülür. Bu xüsusi qatqı kolçada yapışan kirəcləri aradan qaldırmasına köməklik göstərir. İşin yekununda belə ağ tüstü verməlidir. Bütün çirki qurşiteldən çölə çıxardır. Ondan sonra bu ağ tüstü də, çirk də aradan qalxır. Videonun əvvəlində qeyd etdiyim kimi, əgər bu prosedur uğurlu effekt versə, sizlərlə mütləq şəkildə paylaşacağım, məlumatınız olsun. Hər şey normal qaydasındadır. Abrotda heç bir oynama falan, maşında pirboyluq yoxdur. Qaz verəndə normal vəziyyətdə qazı götürür. Yəni işləməndə heç bir qüsur yoxdur, heç bir problem yoxdur. Nəticə yəqin ki 15-20 günə, bir aydan sonra bəlli olacaq. Yağ yemə problemi aradan qalxıb, yoxsa yox. Onu da sizlə bölüşəcəm.